Şirvan şəhəri Naxçıvani küçəsində yerləşən ərazidə 8 ədəd şam ağacı qanunsuz kəsilib. Space xəbərin qaynar xəttinə müraciət edən şəhər sakini Qurbanxan Dəmirov iddia edir ki, ağaclar kəsilərək ərazidə yol salınıb. Yəni ağaclar bir neçə ay əvvəl sahibkarlıq məqsədi ilə salınan obyektdə yol açmaq üçün məhv edilib. Ardınca isə əraziyə açılan yol betonlanıb. 30 ilin ağacıdır bu, 30 ilin. Eldar şam ağacı. Düz o dəmir yoldan, düz axıracan, düz çıraq petrolacan. Qurbanxan Dəmirovun sözlərinə görə bu işi görən şəxs Şirvan şəhər icra hakimiyyətində çalışan məmurlardan biridir. İddia olunur ki, həmin məmur vəzifə səlahiyyətlərindən sui-istifadə edərək atasına məxsus obyektdə yol çəkdirib. Burada aynanın icazəsi yoxdur, qeyri-respublikan icazəsi yoxdur, layihə, Bakıda layihə şey yoxdur. Adi bir, sadə bir insan olsaydı, onun haqqında böyük ciddi şey. 3 aydır ağac yerində əkilmir. Şirvan şəhər icra hakimiyyətindən bildirildi ki, məsələ polis tərəfindən araşdırılıb. Araşdırma zamanı ağacların kəsilməsi faktı müəyyən edilməyib. Araşdırmanın nəticəsi barədə şəhər icra hakimiyyəti tərəfindən yazılı məktubla şikayətçi Qurbanxan Dəmirova da məlumat verilib. Qeyd olundu ki, artıq hüquq mühafizə orqanı tərəfindən araşdırılaraq lazımi qərar qəbul edilmiş məsələnin təkrar ictimaiyyətləşdirilməsi Qurbanxan Dəmirovun məsələyə qərəzli yanaşmasını göstərir. Yaqub Mehdoğlu, Diana Calali, Vüqar Qaliboğlu, Space TV Şirvan.